Əvvəlki videoda sizlərə PRTZ haqqında ətraflı danışdım. İndi isə PRTZ-nin quraşdırılmasına baxaq. Gəlin ilk öncə PRTZ-nin komponentlərini bir nəzərdən keçirək. PRTZ 3 əsas kateqoriyası var. Yəni 3 əsas hissədən ibarətdir. System part, user interface və basic system administration toollardır. Hansı ki system part özü 2 yerə bölünür. PRTZ-nin core serveri, yəni əsas server, məlumatların saxlanıldığı yer, ana serverdir. Bir də problardır. Hansı ki bu uzaq şəbəkələr ola bilər ki, sizin başqa bir şəhərdə filialınız ola bilər. Həmin filialda olan, şəbəkədə olan cihazları və ya da serverləri monitorinq etmək üçün prob lazımdır sizə. Bundan sonra user interface, hansı ki burada web interface daxildir və admin toolları var, proqramlar var. Daha sonra biz baxaq görək PRTZ hansı platformalarda işləyir. Yəni PRTZ-ni quraşdırmaq üçün hansı tələblər var? Onlara baxaq. PRTZ core server, yəni əsas ana server və onun probları, onlar yalnız və yalnız Windows əməliyyat sistemləri üzərində işləyir. Bu ola bilər Windows Server əməliyyat sistemləri, məsələn ki Windows Server 2016, 19, 22. Təbii ki ən son versiyalar, hətta 19, 22 daha yaxşı sayılır rəsmi saytında da. Bunlara daha adaptiv işləyir, daha yaxşı işləyir. Desktop əməliyyat sistemlərində, yəni klientların işlətdiyi əməliyyat sistemlərindən Windows 10 və ya da Windows 11 üzərində quraşdıra bilərik. Təbii ki bunların da Pro olması daha yaxşıdır. Windows 10-un supportu bitibdir. Windows 11 Pro üzərində quraşdıra bilərsiniz. Unutmamaq lazımdır ki, PRTZ core server Linux və ya macOS üzərində, yəni Mac-ların üzərində quraşdırılması, işləməsi mümkün deyil. PRTZ-nin web interfeysini isə biz Windows, Linux, macOS hər hansı bir mobil cihaz üzərindən qoşula bilərik. Bizə sadəcə Chrome, Mozilla, Edge və ya da Brave kimi bir brauzer lazımdır. Həmin brauzer üzərindən PRTZ-nin IP adresini və ya da ki FQDN domen adını yazıb daxil ola bilərik. PRTZ-nin problarını, yəni başqa ofisləriniz varsa, həmin ofislərdə quraşdırdığınız probları quraşdırmaq üçün də sizə Windows Server və ya da Windows Client əməliyyat sistemləri lazımdır. Biz PRTZ-ni birbaşa Windows Server üzərində də quraşdıra bilərik. Həmçinin ESXi və ya da ki VMware Workstation Pro, Hyper-V kimi virtualizasiya texnologiyaları üzərində də VM kimi yaradıb istifadə edə bilərik. Bizim quraşdıracağımız PRTZ-nin 30 günlük demosunu bizə bu use sensor verirdi. Hansı ki bu trial yükləyəcəyimiz proqramı bir VM üzərində quracağıq. Məsəl üçün qura bilərik Windows Server 2016. Minimum tələbi odur ki, 2 CPU core olsun, 4 GB RAM olsun və minimum 100 GB hard disk olsun. PRTZ core serverin tələblərinə baxaq. PRTZ core server məsəl üçün 500 sensorlu alsaq, 4 CPU core, 4 GB RAM və 100 GB disk lazımdır bizə minimum. 1000 sensor üçün 6 CPU core, 6 RAM və 500 GB disk. Bu sensor sayı artdıqca resursların da sayı artır, həcmi artır. Ona nəzər yetirmək lazımdır. Yəni ən minimuma bunları verməlisiniz. Problar üçün də həmçinin deyək ki 2000 sensorlu bir prob quraşdırırıqsa 2 CPU core lazımdır, 2 GB RAM və ən az 40 GB disk lazımdır. Amma məsləhət görülür ki 2 RAM yox, heç olmasa 4 RAM verin və mümkündürsə 4 CPU core verin hər zaman. Nə qədər çox versəz, o qədər daha yaxşı işləyəcək. PRTZ core serveri quraşdıranda biz 3 əsas etapı həyata keçirəcəyik. Birinci rəsmi saytına daxil olub korporativ mailimizlə həmin PRTZ-nin setup faylını yükləyəcəyik. Daha sonra hər hansı bir virtualizasiya texnologiyası olan ESXi olsun, Workstation Pro, Hyper-V kimi Hypervisor-da bir VM qurmalıyıq. VM üzərində Windows Server 2016, 19, 22 bu kimi əməliyyat sistemlərindən birini quraşdıracağıq. Biz Windows Server 2016 quraşdırarıq və daha sonra bu setup faylını ora yükləyib install edəcəyik. Adi, yəni Windows-da necə proqram quraşdırırsınızsa, o şəkildə quraşdıracağıq. İndi isə gedək PRTZ-ni quraşdıraq. İlk öncə brauzerimizi açırıq və PRTZ-nin rəsmi saytına daxil oluruq. PRTZ download yazırıq. Elə ilk çıxan nəticəyə girirsiniz Pixler'ın saytına. Pixler, PRTZ Network Monitor. Baxın burada ana ekranda da göstərir. Free downloaddır. 30 gün trial verilir bizə. 30 gün tamamilə pulsuzdur. Belə aylıq olaraq $179'dır, amma illik ödəməliyik bunu. All-in-one tooldur. Hamısı bir toolun içərisində network monitoring üçündür. Bax, produktlarını burada qeyd ediblər. On-premise üçün cloud versiyası var. Daha sonra extensionlar var, hansı ki PRTZ-nin və digər bandwidth monitoring, SNMP monitoring, digər toollar da burada qeyd olunur və burada dokumentasiya var. Ondan sonra burada support üçün nömrə və mail var. Buradan pricing bölməsindən qiymətlərinə də baxa bilərsiniz. Əvvəlki videoda göstərmişdim. 500 sensor, 1000 sensor üçün aylıq və illik olaraq nə qədər ödəniş etməlisiniz, hamısı qeyd olunubdur. Solutionları da daha çox IT infrastrukturlar üçündür, daha çox network'ın monitoringi
Biz PRTG Network Monitoring seçirik. Baxın, burada da göstərir. Bütün şəbəkəni, trafiki izləyir, monitor edə bilirsiniz. Rəsmi saytında onsuz da qeydlər göstərilibdir. IoT cihazlarda operation, IT infrastrukturunun monitorinqini 7/24 bu tooldan edə bilərsiniz. Free download deyirəm, 30 günlük, tamamilə pulsuzdur, kredit kart ehtiyacı yoxdur. Burada rəsmi olaraq korporativ mailinizi yazmalısınız. Yəni korporativ domenlə olmalıdır, Gmail, Outlook-la yox. Mailə düzdür MFA gəlmir, nəsə bir kod gəlmir, sadəcə korporativ maili istəyir sizdən. Daha sonra proqramı quraşdırarkən lisenziyanın aktiv olunması üçün təzədən bu maili yenidən yazmalısınız. Mən indi test mühiti üçün bir dənə əlavə yeni bir mail yaratmışam, korporativ maildir. Bu mail adresimi yazıram bura və download your trial deyirik. Bunu birbaşa buradan brauzerdən yükləyirik. Yəni mailə göndərmir. Bəzi proqramlar var ki, setup faylını mailə göndərir. Daha sonra faylı indirəcək. Burada bizim lisenziyamızın adını, setup faylımızı indirək. Burada göstərir. Hardasa 324 MB həcmində bir fayldır. Lisenziyanın adı və lisenziyanın keyi açarıq. Bunu ayrıca bir notepad-da qeyd edirik. Düzdür, lisenziyanın avtomatik aktivləşdirməsini özü eləyir PRTG. Amma birdən eləməzsə, biz manual olaraq ehtiyac yaranarsa, bu məlumatları yenə də notepad-da qeyd edirik özümüzdə. 30 gün sonunda əlavə ödəniş eləyib keyi yapışdıra bilərsiniz PRTG-nin içərisindən. Yəni yenidən qurmağınıza ehtiyac yoxdur pullu versiya keçəndə. OK, bu məlumatları qeyd elədik. Əgər yüklənməzsə buradan təzədən cəhd edə bilərsiniz, zip faylı yükləyə bilərsiniz. Gözləyək o yüklənsin. Mən daha əvvəlki videolarda sizə virtual maşın necə qura bilərik onu göstərmişdim. İndi hazır bir dənəsini qurmuşam. 8 RAM vermişəm, 4 prosesor koru vermişəm. Ondan sonra 100 GB da hard disk təyinləmişəm və şəbəkə ayarlarını bridge qoymuşam. Yəni bizim şəbəkədən IP alsın, eyni sabnetdən. Həmin bu virtual maşını run edirik. CV 2016 üzərində quraşdırıram. Bu daha stabil və mən bunu daha çox sevdiyim üçün 2016 üzərində quraşdıracağam. Virtual maşınımızı açırıq. Daha sonra bu virtual maşında RDP-ni aktiv eləyərik və sırf PRTG üçün bir dənə user açarıq. Həmin bu virtual maşına Workstation Pro-dan yox, birbaşa RDP ilə daxil olaraq həmin userla. Ctrl+Alt+Delete deyək, administrator userına daxil olaq ilk öncə. Yeni user yaradıb RDP-ni aktiv eləyək və RDP ilə qoşulaq həmin bu serverə. Server Manager açıldı. Bu bizə hələ ki lazım deyil. Bunu deyək. OK, daxil olam rana. Burada user'ın açılması üçün, yəni lokal user açırıq burada, Active Directory deyil. user.mgr.msg yazıram. Users bölməsinə daxil oluram və burada sağ klik edib New Users deyirik. PRTG yaradaq. Sadə bir parol qoyaq. İndi amma siz çalışın, user'ı da və parolu da çətin qoyun. User cannot change password deyirəm, parol dəyişməsin, expire olmasın heç vaxtı bitməsin. Daha sonra bu user'ı administrator qrupuna atacağam ki, PRTG-ni yükləyəndə də, nəsə bir proses eləyəndə admin hüquqları tələb olunan zaman hüquqları aksesi olsun. User yaratdıq. İndi qrup bölməsindən administrator bölməsinə gedirəm. Burada member eləyəcəyik həmin bu yeni yaratdığımız user'ı. PRTG sync name dedim, özü tapdı. OK deyirik, apply deyirik. Yəni yoxlayaq. Bəli, burada da PRTG user'ımız. İndi isə baxaq, buradan sign out deyib həmin user'la login ola bilərsiniz. İstəsəniz. İndi sistem cipli yazaq. Remote bölməsindən RDP-ni aktiv eləyək. Defaultda bu bağlı gəlir. Mən daha əvvəl aktiv eləmişəm, amma yenə də göstərirəm. Allow deyirsiniz və həmin yerdən quşu söndürürsünüz. Add deyirik. Hansı ki PRTG user'ını bura əlavə eləməliyik ki, həmin user'la RDP-yə qoşula bilək. OK, administrator və PRTG user'ı RDP-yə qoşula bilər. İndi isə həmin bu serverin CM-dən IP adresinə baxaq və öz kompüterimizdən, admin kompüterdən yəni bura ping atarıq. Qoşulmanı yoxlayarıq. 8837-dir, 192.168, 88.0 şəbəkəsidir, 37 də bu serverin IP-sidir. 881 də deyək ki, bizim routerumuzun IP-sidir, yəni bizim gateway-imizdir. İndi mən öz kompüterimə daxil oluram.
Burada həmin bu serverin IP adresini yazaq. 8837 connect deyək. Okay. Buradan çıxam. Burada yaratdığımız user'ın adını yazırıq. Burada isə parolunu remember deyib parolu saxlanit eləyə bilərik. Həmçinin bunu save as deyib shortcut kimi ekranda da saxlanit eləyə bilərik. Burada sertifikatda yes deyirsiniz, don't ask yəni soruşmasın bir daha. Okay, RDP-yə uğurla daxil olduq. Hər şey qaydasındadır. Növbəti addıma keçirik. İndi daha əvvəl yüklədiyimiz setup faylını atırıq həmin bu serverin içərisinə və lisenziya faylını bura yapışdıraq. Daha sonra həmin bu setup faylını klik eləyib quraşdırmağa başlayaq. Sadədir, yəni wizardlandır. Next deyib quraşdırırsınız. Yes deyirik. Dili seçirik buradan. Bizə ingilis dili lazımdır. Okay, burada lisenziyada agreementdir. Accept deyib qəbul edirik. Daha sonra burada gözləyirik. Bir hardasa 1 dəqiqə çəkə bilər. İnternetdə tələb olunur. Hansı ki, burada bizim daha əvvəl qeyddən keçəndə lisenziyanı buradan avtomatik özü öz-özünə əsayn eləyəcək. Amma buradan bizdən yenidən həmin o korporativ maili soruşacaq. Həmin o korporativ maili yenidə yazmalıyıq. Amma dediyim kimi mailə hər hansı bir kod və yaxud da nəsə bir lisenziya göndərmirlər. Sadəcə reklam kimi məlumatlar göndərirlər. Okay, yenidən həmin mailimizi bura qeyd edirik. Mail adresimi yazım və next deyib lisenziyanı aktiv edəndən sonra növbəti etaba keçək. Əslində yeni bir korporativ mail yaratmasaz da olar. Alias name yaradıb həmin mailin üzərinə də onu əsayn edə bilərsiniz və həmin mail üzərindən də qeydiyyatdan keçə bilərsiniz. Yəni çalışın hər zaman hər bir yerdə öz şəxsi mailinizi, yəni korporativ mailinizi qeyd eləməyin. Bu işlər üçün xüsusilə yeni alias name'lər yaradıb onu istifadə edə bilərsiniz. Okay, mailimizi yazdıq, next deyirik. Bundan sonra Express deyib, yəni özü tövsiyə olunandır, avtomatik özü eləyəcək, amma burada sizə bir çox ayarı özü eləyəcəyi üçün sizə icazə vermirlər. Məsələn, Auto Discovery açıq gəlir, run edir. Amma biz custom deyib, onu özümüz spesifik nastroyka edə bilərik, mən ona görə custom deyirəm. Məsəl üçün, burada proqramı hara quraşdıracaqsan, onun default xəttini göstərir. C diskində proqram faylında, mən onu dəyişə bilərəm yerini və dataları harada saxlanılsın, onları da göstərir, qalsın. Mənə bu Auto Discovery hələ ki lazım deyil, yəni şəbəkəni özü skan edib, hansı device'lar var, onları tapsın istəmirəm. Mən onu əgər özüm istəyirsəm, özüm həmin vaxt run eləmək istəyirəm. Ona görə onu söndürdüm, skip dedim. Çünki bəzən o qarmaqarışıqlıq yaradır. Hansı ki, həmin o topologiyada mən onu heç o device'ı görmək istəmirəm və ya da monitoring eləmək istəmirəm. Mən istəyirəm ki, bir cihazları özüm əd eləyim və istədiyim, məsəl üçün, filan cihazı, deyək ki, FortiGate SNMP ilə monitoring eləyək və yaxud da hər hansı bir serveri VMI ilə və yaxud da ki, ICMP ilə. Gözləyirik, yəni bu da çox sürətli deyil, çox vaxt almır.
Okey, yekunlaşır quraşdırma. Son işləri qalıbdı. Baxın, desktopa artıq həmin özünün proqramının ikonunu gətirdi. Həmin o ikona klik edib web brauzeri üzərindən PRTZ-ni açacağıq. Əgər bu serverdə PRTZ-ni run edib webdən qoşulmaq istəyiriksə, 127.0.1 ilə qoşuluruq, yəni lokal hostla. Amma eyni şəbəkə üzərindən başqa server və ya da kompüter üzərindən də həmin bu serverin IP adresini yazırıq, 80 port üzərindən qoşula bilərik. Birinci 80 portu ilə gəlir, yəni STP ilə gəlir. Daha sonradan biz bunu SSL TLS aktiv edəndən sonra STP üzərindən, yəni 443 portu üzərindən də webdən qoşula bilərik. Okey, burada mən indi həmin bu PRTZ-ni açmaq üçün brauzeri yüklədim, vaxt getməsin deyə. Run edirəm proqramı. Baxın, Brave-də, yəni mənim brauzerimdə avtomatik açır. PRTZ admin user defaultda gəlir, passwordu da budur, parolda. Bu ana səhifədir, home page deyirlər buna, dashboarddur. Burada menyuları 127.0.1 üzərindən daxil olmuşuq, 80 port üzərindən. Baxın, burada göstərir 30 gün trialdır, 10.000-ə yaxında sensor available-dır, yəni mümkün quraşdıra bilərik. İndi bu serverin CM-dən IP adresini öyrənib, həmin kompüterin üzərindən, yəni admin kompüter üzərindən bu PRTZ-in admin portalına daxil olacağıq. RDP-ni bükürəm aşağı, gedirəm brauzerimə, birinci CM-dən ping ataq. Görək həmin şəbəkə üzərində o aksesimiz var yoxsa yox. Ping ataq, telnet ata bilərsiniz. 443 portunu yoxlayaq, məsəl üçün 80-i yoxlayaq. Ping cavabımız gəlir. Okey, reply gəlirsə qaydasındadır. Deməli biz oranı görürük. İndi bir dənə telnetlə, məsəl üçün 443 portunu yoxlayaq həmin serverin. Okey, qoşulmadı, çünki 443 portu hələ ki aktiv deyil. 80 portunu yoxlayıram. Baxın, belə kursor yanıb sürürsə, qara ekran gəlirsə, deməli qoşulma uğurlu oldu. İndi web sayt üzərindən həmin serverin IP adresini yazıb daxil olacağam. 192.168.88.37. Default username paroldan qoşuluruq hələ ki, PRTZ admindir. İkisi də. Daha sonra burada özü bizə bir növ warninglər, bildirişlər verəcək ki, default parolda bunu dəyiş. Çevir bunu SSL TLS ilə, yəni HTTP üzərindən qoşul. Time zone-u dəyiş. Özü bir növ sizə kömək edir, wizard gəlir. Baxın, həmin serverdə mən task managerdən baxıram ki, arxa planda bizim PRTZ-nin servisləri işləyir. Hansı ki, PRTZ core serverdir bu, ana serverdir. Bütün məlumatlar burada toplanır. 127.0.1 üzərindən həmin o serverin özündən qoşulanda qoşuluruq. Şəbəkə üzərindən, başqa kompüterdən və ya serverdən qoşulanda isə həmin serverin private IP-sini, yəni lokal IP-sini yazıb qoşulmuşuq 80 port üzərindən. İndi sağda görürsünüz, bizdə ekranda bildirişlər gəlibdir. Və əlavə olaraq sizə notepad-da qeyd edeyim, bu serverə biz qoşula bilərik 127.0.1 lokal host üzərindən, yəni serverin özünün içərisindən daxil ola bilərik brauzerdən. Daha sonra həmin LAN şəbəkədə, həmin VLAN-da bu serverin private IP adresini yazıb qoşula bilərik. Ondan sonra public IP-si ilə həmin VLAN-ın olduğu public IP üzərindən port yönləndirmə, yəni portu VLAN-a açaraq 80 portunu və ya da 443 portunu açaraq oradan qoşula bilərik. Amma bu təhlükəlidir, bunu eləməyin çalışın. Ən axırıncı variantdır bu. Remote access VPN qura bilərsiniz. Məsəl üçün IPsec VPN ilə qoşula bilərsiniz həmin şəbəkəyə. Oradan o local IP ilə qoşula bilərsiniz PRTZ-yə. Və yaxud da ki, yeni bir domain təyin edə bilərsiniz buna. Öz kompüterinizdə host fayldan girib bir domain yazarsınız bu IP adresindən, domainlə qoşula bilərsiniz. Ya da ki, Active Directory-də, DNS-də bu IP adresinə A-record ilə məsələn bir DNS, yəni bir domain təyin edə bilərsiniz. Həmin domain üzərindən də qoşula bilərsiniz. Amma mütləq şəkildə həmin sizin kompüterinizdə DNS DC-nin IP-si olmalıdır. Ondan sonra portu çölə açandan sonra siz gedib qlobal DNS server, məsələn Cloudflare-də A-record yarada bilərsiniz, amma gedib yeni bir FQDN domain adı almalısınız. Həmin domain adını bu IP adresinə, yəni bu public IP adresinə assign edə bilərsiniz ki, через internet həmin domaini yazıb PRTZ-yə daxil ola bilərsiniz. Okey, burada bizə bildirişlər verib. Gəlin bunu birinci bunları HTTPS-ə çevirək, yəni SSL TLS aktiv eləyək.
Bu bizimlə PRTZ serveri arasındakı əlaqəni bir növ şifrələyir. SSL-TLS. Təhlükəsizlik üçün eləməyimiz şərtdir. Okay, bunu təzədən restart eləyir. Arxa planda həmin o web servislərini SSL üzərindən qoşulacaq artıq. 440 port üzərindən. Gözləyirik, hardasa bu 1 dəqiqə yaxın vaxt alır. Okay. Hazırdır. Burada indi self sign-in sertifikat olduğu üçün yenə də unsafe deyir, amma proceed deyib davam edirsiniz. Default username parolla daxil oldum. Yenə mənə onsuz da bildirişlər verəcək sağ tərəfdə. Burada sensorlarımı göstərir. Alarmı. Okay, parol dəyişək. Default parol qalmasın. Və time zone dəyişərik. Loqlar çox önəmlidir. Vaxtı, tarixi dəyişmək çox önəmlidir. Baxın, burada setup bölməsində time zone və admin user'ın parolunu dəyişə bilərik. Okay. Burada indi old passwordu özü yazıb onsuz da PRTZ admini. Yeni parol təyin edirəm. İndi mən sadə olsun, tələbələr qoşulun deyə admin 123 yazıram. New password yerinə yenə təzədən bunu əlavə edirəm, save deyirik. Okay, save oldu. Amma logout eləmədi. Siz yenidən logout eləyib özünüz sağda yuxarıdan daxil ola bilərsiniz. Ondan sonra time zone da dəyişək. Loqlarımız düzgün tarixdə, saatda düşsün. Bizdə GMT Plus 4-dür, Baku. GMT Plus 4-ü axtarırıq. Okay, bunu da dəyişdik. Ağ rejimdə qalsın, qaranlıq rejim bunun üçün yaxşı deyil. Save eləyək. Bir də burada warning verir, bu email notification. Email göndərə bilmir hələ ki. Konkursiyanı deyir, SMTP konkursiyasına hələ ki warning qalıbdır. Okay, device bölməsindən hal-hazırda ancaq öz serverini göstərir, core serveri, onun sağlamlığını göstərir. Çünki biz Autodiscovery-ni skip eləmişdik, hələ ki yoxdur. Sadəcə həmin o serverin özünü göstərir. Burada bir ticket yaradıb özü, hansı ki dediyim kimi maili göndərə bilmir deyə fail verib. Support'a bir növ ticket yaradıbdır. Onu biz close da edə bilərik, bağlaya da bilərik həmin ticketi. SMTP konkursiyasını eləmək lazımdır. Okay, close deyir bunu. Sonradan nəsə bir problem yaranarsa özümüz ticket sorğu göndərə bilərik. Request göndərirsiniz və support isə özü kömək edir. All sensor 7. Okay. Bu menülərə daha sonraki videolarda sizə bir-bir hamısını göstərəcəm. Hansı menü nə işə yarayır. Əsas birinci lazım olan setup menüsüdür. Hansı ki burada ilkin nastroykaları edirik. Baxın, bu bölmədən PRTZ-nin iPhone-dur, Samsung-dur, bu kimi telefonlara proqramlarını yükləyib həmin proqram üzərindən qoşa bilərsiniz. Remote Pro bölməsindən isə başqa yerdə ofisiniz varsa, həmin ofisin cihazlarını monitor eləmək üçün yükləyirsiniz, araşdırırsınız. Bu an hamısına bir-bir baxacağıq. Buradan PRTZ-nin statusuna baxa bilərsiniz, lisenziya baxmaq lazımdır. Baxın, activation successful, uğurludur, hər şey qaydasındadır. Nə vaxt expire olacaq? Dekabrın 12-si. Buradan lisenziyanı dəyişə bilərsiniz, loqlara baxa bilərsiniz. Növbəti videolarda hamısını